السلام عليكم. بسم الله الرحمن الرحيم. اللهم صل على محمد وآل محمد وعجل فرجهم ولنادأهم أجمعين. İnşallah bu gün tövhid əhli olan Səqifə əhlinin tanrısı ilə tanış olacaqsınız. Başımızı qaldırıb onlara tövhid əhli kimi baxaq. Bu gün inşallah həmin tövhidi görəcəyik. Vaxtınızı çox almamaq üçün bu mövzunu bir qədər müxtəsər edəcəyim. İlk öncə deyim ki, Səqifə əhlinin ibadət etdiyi tanrı bığ yeri yenicə tərləmiş yeniyetmə, sütül bir oğlandır. Bu da sizə dəlil. Bəyan Təlbisil Cəhmiyyə kitabı. Müəllif İbn Teymiyyə, 7-ci cild, səhifə 290. İbn Teymiyyə deyir: Xəbər verdi ki, həqiqətən də onu, Allahı, əynində köynək olmayan yeniyetmə olan surətində görüb. Ayaqları yaşıllıqdaydı. Belə görmək də ayələrə ziddir. Qeyd etdiklərimizə əsasən bu ziddiyyətə cavab budur ki, belə görmək gözlə görməyə əsaslanır. Deyir ki, belə görmək gözlə görməyə əsaslanır. Necə ki, Qatatənin İkrimədən, onun da İbn Abbasdan nəql etdiyi səhih hədisdə deyilir. Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurdu: Rəbbimi yeniyetmə olan surətində gördüm. Allah Rəsulu Rəbbini yeniyetmə olan surətində gördü. Onun sıp saçları var və həddən artıq qıvrımsaçdır. Özü də yaşıllıq bir bağdadır. Deməli, Səqifə əhlinin tanrısı yeniyetmə bir oğlandır. Onun sıx saçları var və qıvrımsaçdır. Yəni onun saçları həddən artıq qıvrımdır. Yəni saçları düz deyildir, qıvrılmış haldadır. Yəni Qəzzafiyə bənzəyir. Bəlkə də elə Dəccala bənzəyir. Necə ki, bunu Müslim nəql edir. Səhih Müslim, Nişaburi Fars, Nəvəvinin şərhi ilə. 17-ci cild, 2937-ci hədis. Zübeyir ibn Nufeyr Əl-Həzrəmidən belə nəql edir ki, o Nəvvas ibn Səmanın belə dediyini eşidib. Ta ki deyir, Allah Rəsulu sallallahu aleyhi və səlləm Dəccalı səhər tezdən belə vəsf etdi. Ta ki deyir və dedi, məni sizə görə Dəccaldan başqası qorxudur. Əgər o zühür edərsə və aranızda olaramsa, onun rəqibi siz yox, mən olaram. Yox, əgər o zühür edərkən aranızda olmaramsa, hər bir insan öz nəfsinin rəqibi olacaqdır. Allah mənim hər bir müsəlman üzərində xəlifəmdir. Həqiqətən də o, Dəccal həddən artıq qıvrımsaçdır. Bu yeniyetmə oğlanın saçları sıx qıvrımdır. Dəccalın da saçları sıx qıvrımdır. Gəlin görək, Səqifə əhlinin tanrısı Dəccaldır. Onun üzü var? Cavab: Bəli, onun üzü var. Bu da sizə dəlil. Əl-Ərbəin fi Dəlail Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi, səhifə 61. İzzət Cəlal sahibi olan Allahın üzünün isbatı bölümü. Allah Rəsulu belə buyurdu: Kim Bismillah deyər və bunu bir dəfə deyər, kim Subhanallah, vəlhamdülillah, və la ilahə illallah, vallahu əkbər, və la hövlə, və la quvvətə illə billah, təbərəkallah deyərsə, ta ki deyir, nəticədə aləmlərin uca və müqəddəs Rəbbinin üzünün önündə hazır olar. Deməli, sübut edir ki, həqiqətən də Allahın üzü vardır. Ta ki deyir. Dedim, İzzəli kitab bu sifətin sabit olmasına dəlalət edir. Belə ki, Allah Taala buyurur: Kullu men əleyhə fən və yəbqa vəcu Rəbbinə zülcəlali vəl ikram. Bunun yerin üzərində insan və cinlərdən olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin üzü, zatı qalacaqdır. Rəhman surəsi 26. Necə ki, səhih hədislər də buna dəlalət edir. Deməli, onun, Allahın üzü var. Həmçinin sürəti də insan sürətidir. Hündürlüyü, boyu da dirsəklə ölçülür. Müşahidə edin. Səhifə 63. İzzət və Cəlal sahibi olan Allahın surətinin isbatı bölümü. Allah Rəsulu belə buyurmuşdur: Allah Taala Adəm əleyhissəlamı elə onun surətində yaratdı. Hündürlüyü, boyu 60 dirsəkdir. İndi görək bu üzün iki gözü var. Əlbəttə onun iki gözü var. Səhifə 64. Onun, Allahın iki gözünün isbatı bölümü. Qatatənin belə dediyi nəql edilir. Ənəs ibn Malikin belə söylədiyini eşitdim. Allah Rəsulu belə buyurmuşdur: Hər bir peyğəmbər öz ümmətinə bir gözü kör, yalançı haqda xəbər vermişdir. Bilin ki, həqiqətən də onun bir gözü kördür. Lakin sizin İzzət və Cəlal sahibi olan Rəbbinizin bir gözü kör deyildir. Diqqət yetirin və görün ki, Səqifə əhlinin tanrısının sifəti Dəccalın sifəti kimidir. Deməli, Allahın iki gözü vardır. Çox gözəl. Bəs onun qulağı da var? Cavab: Bəli. Səhifə 66. İzzət və Cəlal sahibi olan Allahın eşitməsinin və görməsinin isbatı bölümü. Deyir: Əbu Hureyrənin bu ayəni oxuduğunu eşitdim. Həqiqətən də Allah eşidən və görəndir. Sonra o, baş barmağını öz qulağına, ardınca da iki gözünün üzərinə qoydu. Deməli, bu yeniyetmə oğlanın qulağı da var və onunla eşidir. Həmçinin bu barədə daha kimlər demişlər? Şərh-u əqidəti əhli sünnəti vəl cəmaə. Fəzilətli Şeyx Əllamə Muhammed ibn Salih Əl-Useynin şərhi ilə. Səhifə 120. Deyir: Məsələ, Allah Teala qulaqsız eşidir deyə bilərikmi? Cavab: Xeyr. Allah Teala qulaqsız eşidir deyə bilmərik. Çünki Allah qulağı özündən inkar etməmişdir. Deməli, bunu onun barəsində inkar edə bilmərik. Çünki onun qulağı olması ehtimalı vardır. Həmçinin gözü olmadan görür deyə bilmərik. Bu da iki səbəbə görə doğru deyildir. Birincisi, həqiqətən də Allah özü üçün göz isbat etmişdir. Axı onu necə inkar edə bilərik? Deməli, bu yeniyetmə oğlanın qulağı var. Yaxşı. Bəs onun iyləmək üçün burnu var? Cavab: Bəli. Fəthul Bari bi şərh-i Səhih el-Buxari. Müəllif İbn Həzər Əl-Əsqəlani. Buna Əllamə Şeyx Əl-Bərrak mühüm haşiyələr qeyd etmişdir. 5-ci cild, səhifə 215. İbn Həzər deyir: Onun Allah yanında müşk ətrindən də gözəldir sözləri. Oruç tutanın ağzından gələn qoxunun Allah yanında müşk ətrindən daha ətirli olması barəsində ixtilaf vardır.
Buna baxmayaraq, Allah Teala qoxu bilmə qabiliyyətindən münezzəhdir. Çünki bu qabiliyyət heyvanın sifətlərindəndir. İndi də Şeyx Bərraq İbn Həcərə idar bildirir və deyir, İbn Həcərin buna baxmayaraq Allah Teala qoxu bilmə qabiliyyətindən münezzəhdir sözlərinə gəlincə, Hafiz, yəni İbn Həcər tərəfindən bu yəqinliyə Allahdan qoxu bilmək sifətini inkar etmək yəqinliyinə, hansı ki, bu sifət ətri olanları dərk etmək qabiliyyətidir. Heç bir dəlil gətirilmədən yalnız bunlar söylənilir. Çünki bu qabiliyyət heyvanın sifətlərindəndir. Bu şübhə də Cəhmiyyə, Mötəzilə və Əşərilər tərəfindən Allahın sifətlərindən hər hansı birini inkar etmə şübhəsinin özüdür. Bu da batil şübhədir. Deməli, Allah Teala iyiləyir. Allah barəsində sübut edilən hər hansı bir sifət ona layiq və məxsus olan tərzdə sübut edilir. Necə ki, bu, onun eşitməsi, görməsi, elmi və sair sifətlər barəsində deyilir. İyiləmək sifəti ağıl baxımdan inkar edilən deyildir. Deməli, səqfə əhlinin tanrısının iyləmək üçün burnu vardır. Maşallah olsun ona. Lakin əlbəttə ki, bütün bunlar həmin yeniyetmə oğlanın ehtiramına layiq olan tərzdədir. Sonda səqfə əhlinin ibadət etdiyi tanrının surəti formalaşdı. Sifətlə qurtardıq. Bəs bu tanrının iki əli var? Cavab: əlbəttə. Əl-Ərbəin fi Dəlail Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Səhifə 67. Allah Taala'nın iki əli olmasının isbatı bölümü. İbn Abbasdan belə nəql edilir ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur. Adəm əleyhissalam mələklərin təsbihi ilə təsbih edirdi. Onların namazını qılırdı. Yer üzünə endikdən sonra onun hündür boyu və səmaya daha yaxın olduğu üçün Allah Taala əlini onun üzərinə qoydu və o da 70 dirsək ölçüdə yerə tərəf əyildi. Yəni 70 dirsək balacalaşdı. Sonra deyir, Quran ayələrində və sübuta yetirilmiş səhih hədislərdə bu sifəti Allah Taala barəsində sübut etməkdə yetərincə dəlil olduğu üçün bu hədisə ehtiyac yoxdur. Deməli, onun iki əli var və bu iki əllə mömindən sədəqəni götürür. Səhifə 74. Allahın öz əli ilə mömindən sədəqəni götürməsi bölümü. İbn Məsud deyir, həqiqətən də sədəqə diləncinin əlinə keçməzdən əvvəl izzət və cəlal sahibi olan Allahın əlinə keçir. Deməli, bu yeniyetmə oğlanın əli vardır. Səqifə əhli belə etiqad edir. Muxtəsər şərhu Təshil Əqidət İslam kitabı. Müəllif Cibrindir. Səhifə 82. Üz sifəti. Üz Allah Taala'nın zatı sifətlərindəndir. Quranda, sünnədə və sələflərin icmasında bu onun üçün sübut edilmişdir. Belə ki, Allah Taala buyurur, bunun yerin üzərində insan və cinlərdən olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin üzü, zatı qalacaqdır. Rəhman surəsi 26. Əhl-i-Sünnə vəl məzhəbinə görə həqiqətən də Allah Taala'nın iki əli vardır. Onlar etiqad edirlər ki, həqiqətən də bu iki əl həqiqi əllərdir və Allah Taala'nın cəlalına layiqdir. Bu iki əl məxluqatın əlləri kimi deyildir. Deməli, bu iki əl Allah Taala'nın zatı sifətlərindəndir və Quranda, sünnədə və sələflərin icmasında bu onun üçün sübut edilmişdir. Yaxşı, onun əlləri olduğuna görə bu əllərin barmaqları var? Cavab: əlbəttə. Əl-Ərbəin fi Dəlail Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Səhifə 75. Allah Taala'nın barmaqlarının olmasının isbatı bölümü. Ayşə belə dedi: Ey Allahın peyğəmbəri, bu dua vardır ki, sənin onun çoxlu-çoxlu təkrar etdiyini görürəm. O dedi: Elə bir Adəm övladı yoxdur ki, onun qəlbi izzət və cəlal sahibi olan Rəhman barmaqları arasında olmasın. Deməli, bu yeniyetmə oğlanın barmaqları vardır. Həmçinin bu barədə digər bir rəvayət daha vardır ki, Səhih Kəza və Kəza kitabında gəlmişdir. Filankəsin Səhih Kəza və Kəza kitabı. İbn Bərdəzbə. Fars Məcusi. 4811-ci hədis. Əhbərlərdən, Yəhudi alimlərindən biri Allah Rəsulunun huzuruna gəlib dedi: Ey Muhammed, biz belə qənaətdəyik ki, həqiqətən də Allah Taala göyləri bir barmaqda, yerləri bir barmaqda, ağacı bir barmaqda, suyu və torpağı bir barmaqda, digər məxluqatı da bir barmaqda qərar verir və belə deyir: Mənəm hökmdar. Bu zaman Peyğəmbər güldü, hətta ön dişləri belə göründü. Bu da həmin əhbarın dediklərini təsdiq etməsinə görə idi. Sonra Allah Rəsulu bu ayəni tilavət etdi. Allahın qüdrət və əzəmətini onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Zümər surəsi 67. Bu yeniyetmə oğlanın gördüyün kimi 5 barmağı da var. Lakin dırnaqları olması zəruri deyildir. Bu barmaqlar da həmin o yeniyetməyə layiq olan tərzdədir. Çox gözəl. Bura qədər. Allahın üzü, saçı, iki gözü, qulaqla eşidən, iyiləyən, əli və barmaqları olduğunu sübut etdik. Çox gözəl. İndi isə görək bu tanrının ayağı varmı? Cavab: əlbəttə. Əl-Ərbəin fi Dəlail Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Səhifə 77. Allah Taala'nın qədəmlərinin olmasının isbatı bölümü. Allah Rəsulu belə buyurmuşdur: Cəhənnəmə atılacaqlar və o deyəcək: Yenə də var. O vaxta qədər ki, aləmlərin Rəbbi qədəmini onun üzərinə qoyacaq. O da belə deyəcək: Bəsdir, bəsdir. Səhifə 78. Qədəmin ayaq olduğuna dəlalət etməsi bölümü. Əbu Hüreyrə Allah Rəsulundan bu hədisi nəql edir və onda deyir: O vaxta qədər ki, Allah Teala ayağını onun üzərinə qoyacaq və o da belə deyəcək: Bəsdir, bəsdir. Deməli, səqfə əhlinin tanrısının qədəmi vardır və onu cəhənnəmin üzərinə qoyacaq. Həmçinin bu hədis Səhih Kəza və Kəza kitabında da gəlmişdir. Filankəsin Səhih Kəza və Kəza kitabı. İbn Bərdəzbə. Fars Məcusi. Peyğəmbərdən belə nəql edilir: Cəhənnəmə atılacaqlar və o deyəcək: Yenə də var. O vaxta qədər ki, qədəmini onun üzərinə qoyacaq və o da belə deyəcək: Bəsdir, bəsdir.
Digər hədisdə deyilir, cəhənnəmə deyiləcək, doldunmu? O da deyəcək, yenə də var. Allah Taala da qədəmini onun üzərinə qoyacaq və o da deyəcək, bəsdir, bəsdir. Deməli, Tanrı olan bu yeniyetmə oğlan açığa çıxarır. Görəsən bu yeniyetmə oğlan köynək geyinir, axı o ayağını açığa çıxarır. Əlbəttə ki, o ya köynək geyinir, ya da ki, Mərakeş əbası geyinir. Üzr istəyirəm, üzr istəyirəm. Əlbəttə ki, o yeniyetmə bəşəriyyət kimi deyil, elə öz ehtiramına layiq olanı geyinməlidir. Həmçinin bu Tanrı, hansı ki onun qədəmi vardır, mütləq iti addımlarla yeriməlidir. Əl-Ərbəin fi Dəlalil Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Səhifə 79. Allah Taala'nın iti addımlarla yeriməsi isbatı bölümü. Əbu Hüreyrə peyğəmbərin belə söylədiyini nəql etmişdir. Allah belə buyurur: Mən bəndəmlə onun mənə olan gümanına uyğun davranıram. Əgər məni çağırarsa onunla birlikdə olaram. Əgər o mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Əgər o mənə bir dirsək yaxınlaşarsa, mən ona bir arşın yaxınlaşaram. Əgər o mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf iti addımlarla gələrəm. Filankəsin Səhih Kəza və Kəza kitabı. İbn Bərdəzbə, Fars məczusi. Peyğəmbərin Rəbbindən belə nəql etdiyi deyilir. Əgər bəndəm mənə bir qarış yaxınlaşarsa, ona bir dirsək yaxınlaşaram. Əgər o mənə bir dirsək yaxınlaşarsa, ona bir arşın yaxınlaşaram. Əgər o mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf iti addımlarla gələrəm. Maşallah olsun bu yeniyetmə oğlana. İti addımlarla yeriyir. Maşallah olsun, güclü oğlandır. Deməli, bura qədər sübut etdik ki, həqiqətən də bu yeniyetmə oğlanın surəti insan surətindədir. Əlbəttə ki, tam insan kimi deyildir. Çünki onda olan sifətlər onun məqamına layiq sifətlərdir. Lakin yenə də o bir şəxsdir. Gəlin baxaq. Əl-Ərbəin fi Dəlailit Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Səhifə 51. Həqiqətən də Allah Taala'nın bir şəxs olduğunun bəyanı bölümü. Səad ibn Ubadə belə deyir: Əgər hər hansı bir kişini qadınımla görsəm, qeyrətim səbəbindən onu qılıncla vuraram. Bu xəbər Allah Rəsuluna sallallahu aleyhi və alihi və səlləmə yetişdikdə o dedi: Səadin qeyrətinə məftun oldunuz? Allaha and olsun ki, mən ondan da qeyrətliyəm. Allah da məndən qeyrətlidir. Bu yeniyetmə oğlanın, bu şəxsin nəfsi varmı? Bəli, onun nəfsi vardır. Lakin bu nəfs onun məqamına layiq olan tərzdədir. Səhifə 52. Allahın nəfsinin isbatı bölümü. Sonra da rəvayətə qeyd edir. Deməli, bu yeniyetmə oğlanın nəfsi vardır. Görəsən o gülür? Cavab: Əlbəttə ki, gülür. Səhifə 76. Allah Taala'nın gülməsinin isbatı bölümü. Əbu Hüreyrə peyğəmbərdən belə nəql etmişdir. Allah Taala 2 nəfərə gülər. Hansı ki, o ikisindən biri öz yoldaşını öldürmüş, sonra da hər ikisi cənnətə daxil olmuşlar. Əlbəttə ki, bu gülüş həmin yeniyetmənin məqamına layiq olan gülüşdür. Deməli, o ağamızı, Allah ondan razı olsun, öldürmüş, digər ağamıza, Allah ondan razı olsun, gülür. Onların hər ikisi cənnətlikdir. Görəsən onun yorulmağı varmı? Yoxsa ki, elə uzun müddət hey gülür. Gəlin baxaq. Məcmuul Fətava kitabı. Müəllif Əl-Useymin. 1-ci cild, səhifə 174. Şeyx həzrətlərindən soruşmuşlar: Allah barəsində yorğunluq sifətini isbat edə bilərikmi? O da cavab verərək dedi: Peyğəmbərdən əleyhissalatu vəssalamda belə nəql edilmişdi. Həqiqətən də Allah siz yorulmadan yorulmaz. Alimlərdən elələri vardır ki, bunun Allahın yorulmasını isbat etməyə bir dəlil olduğunu söyləmişlər. Lakin Allahın yorulması məxluqatın yorulması kimi deyildir. Deməli, yeniyetmə oğlanın da yorğunluğu vardır. Lakin bu yorğunluq onun özünə və məqamına layiq olan tərzdədir. Əlbəttə ki, insanlardakı kimi deyildir. Buna baxmayaraq, onun da yorğunluğu vardır və gülür. Lakin o gülən zaman köpək dişləri görünür. Onun köpək dişləri var. Gəlin baxaq. Nəqz-i Osman ibn Səid kitabı. Müəllif Əd-Darimi. Səhifə 474. Deyir: Allah Rəsulunun belə buyurduğunu eşitdim. Ümmətim qiyamət günü gələcək. Ta ki, deyir, onlar üçün təcəlli edib güləcək. Hətta boğazındakı ət görünəcək. Sonra hədisi qeyd edir. Sonra deyir: Əl-Mərvazidən belə nəql edilir ki, o, Əhməd ibn Həmbəldən soruşmuşdur. İbn Zərihin Əbu Zübeydən, onun da Cabirdən nəql etdiyi, güldü, hətta resmislə göründü. Hədisi barəsində nə deyə bilərsən? O dedi: Bu, onun barəsində inkar edilir. Dedim: Axı onu hədis kimi nəql etmişəm. O dedi: Mən bunu nəql etdiyimi bilmirəm. Bunu yalnız Məhəmməd ibn Davud nəql etmişdir. Ta ki, deyir, dedim: Məgər alimlər bunu söz vasitəsilə əldə etməyiblər? O dedi: Əlbəttə. Sonra bu hədisi ona nəql etdim. Əbu Yala Harun Əl-Müstəmlidən onun İmam Əhmədə belə söylədiyini nəql etmişdir. Cabir ibn Abdullahın Rəbbimiz güldü, hətta bəlkə də boğazının əti göründü və ya köpək dişləri göründü hədisini kimdən eşitmisən? O dedi: Bunu bizə ruh xəbər verdi. Allah Rəsulu belə buyurdu: O güləcək, hətta boğazının əti görünəcək və ya köpək dişləri görünəcək deyə buyurdu. Əbu Yala bundan dərhal sonra dedi: O, yəni Əhməd ibn Həmbəl bu hədislərin doğru olduğunu vurğulamış, onların zahiri mənasına inanmağı və onları təfsir edənlərə inkar etməyi bildirmişdir. Deməli onun köpək dişləri vardır. Lakin bizim köpək dişlərimiz kimi deyildir. Xeyr, xeyr, xeyr. Allah eləməsin. Onun dişləri yeniyetmə oğlana layiq olan tərzdədir. Bu yeniyetmə oğlan harada yaşayır? Gəlin baxaq. Əl-Ərbəin fi Dəlailit Tövhid kitabı. Müəllif Əbu İsmail Əl-Hərəvi. Allahın səmada olmasına dəlil bölümü. İklimədən, onun da İbn Abbasdan belə nəql etdiyi deyilir. Bir nəfər Peyğəmbərin yanına gəldi. Onun yanında qarayannız əcnəbi bir kəniz də vardı. Peyğəmbər ona dedi: Allah haradadır? Kəniz də əli ilə səmaya işarə etdi. Peyğəmbər dedi: Mən kiməm? Kəniz dedi: Sən Allahın peyğəmbərisən. Peyğəmbər dedi: Onu azad et, çünki o möminə qadındır. Deməli yeniyetmə oğlan səmada yaşayır. Yaxşı, bəs harada oturur? Gəlin baxaq. İsbatul hədd lillah.
Belə ki, o ərşinin üzərində oturur. Elə kitabın adından bilinir ki, onlar yeniyetmə oğlanın ərşində əyləşməsi barəsində xüsusi kitab təltif ediblər. Gəlin tamamlayaq. Səhifə 119. Deyir, Allah Taala'nın ərşi vardır. Ərşində onu daşıyan daşıyıcılar vardır. Allah Taala ərşinin üzərindədir. Onun hüdudu vardır və onun hüdudunu yalnız Allah özü bilir. O hərəkət edir, danışır, baxır, gülür və sevinir. Maşallah. Deməli, yeniyetmə oğlan səmada ərşinin üzərində əyləşib. Ərşi də daşıyan vardır. Bəs onun ağırlığı var. Bu ağırlıq artır. Gəlin baxaq. Həqiqətən də izzət və zəlal sahibi olan Rəhman günün əvvəlindən ərşi daşıyanlar üçün ağır gəlir. Müşriklər ayağa qalxdıqda və hətta təsbih edənlər ayağa qalxdıqda ərşi daşıyanların yükü yüngülləşir. Deməli, yeniyetmə oğlanın ağırlığı vardır. Daha bilmirik çəkisi nə qədərdir. 10 milyon tondur yoxsa 100 milyon tondur. O kürsüdə əyləşdiyi zaman kürsü cırıldayır. Bu da yeniyetmənin ağırlığına görədir. Birlikdə baxaq. Bəyan Təlbisil Cəhmiyyə kitabı. Müəllif İbn Teymiyyə. 3-cü cild. Səhifə 267. Əta İbn Yəsarın belə dediyi nəql edilir. Bir nəfər bir neçə nəfərlə birgə Kəbin yanına gəlib dedi: "Ey Əbu İshaq, bizə Cabirdən hədis danış. Çünki ən əzəmətli söz onun sözündür." Kəb dedi: "Sənə xəbər verim ki, həqiqətən də Allah 7 səmanı yaratdı. Yerlərdən də bir o qədərini. Sonra 2 səma arasını dünya ilə səma arası kimi qərar verdi. Ta ki deyir, sonra ərşi ucaltdı və onun üzərində qərarlaşdı. Göylərdə elə bir səma yoxdur ki, Cabbar olan Allah onların üzərində daşınmağa başlayandan onun ağırlığı səbəbindən hündür yük altındakı kəcavənin cırıltısı kimi cırıltısı olmasın." Bu hədis Kəbin rəvayəti olsa belə, bunun kitab əhlinin elmlərindən olduğu ehtimal olunur. Həmçinin ola bilsin ki, bu hədis səhabələrdən eşitdiyi olsun. Deməli, hədisin sənədində qeyd edilən imamlar möhtərəm imamlardandırlar. Hansılar ki, bunu onlar və digərləri də nəql etmişlər. Həmçinin onlar onun dedikləri arasında Cabbar olan Allahın onların üzərindəki ağırlığından sözlərini inkar etməmişlər. Əgər bu sözlər onların nəzərincə İslam dinində inkar edilən olsaydı, onu bu cür nəql etməzdilər. İbn Teymiyyə bunu inkar etmir. Əksinə, bu xəbəri müdafiə edir. Yəni, yeniyetmənin ağırlığı vardır. Deməli, Cabbar olan yeniyetmənin ağırlığı səbəbindən kürsü cırıldayır. Çox gözəl. Görəsən bu yeniyetmə səmadan dünyaya enir, yoxsa elə səmada öz kürsüsündə əyləşir? Gəlin baxaq. Filankəsin Səhih Kəza və Kəza kitabı. İbn Bərdəzbə. Əbu Hüreyrədən belə nəql edilmişdir ki, Allah Rəsulu buyurmuşdur: "Uca və müqəddəs olan Rəbbimiz hər gecə dünya səmasına enər. Elə ki gecənin son 3də biri qalar, o belə buyurar: Məni kim çağırar çağırışına icabət edim? Məndən kim bir şeylər istəyər, ona istədiyini əta edim. Məndən kim bağışlanmaq diləyər, onu bağışlayım." Deməli, bu yeniyetmənin hər gecə bəndələri ilə görüş vaxtı vardır, hansı ki o dünya səmasına enir. Bu enişin müəyyən edilmiş vaxtı gecənin son 3də biridir. Odur ki, kim Rəbbi ilə görüşmək istəyərsə və ya onun hər hansı bir məktubu və duası varsa, o zaman gecənin son 3də birinə qədər gözləməlidir ki, hətta yeniyetmə oğlan dünya səmasına insin. Burada mühüm bir sual vardır. Axı nə üçün bu vaxt enir? Axı başa düşmürəm. Nə üçün o gecənin bu gec vaxtında enir? Məsələn, imkanı var ki, zöhr vaxtı ensin, yeməkdən sonra, nahar istirahətindən sonra. Axı nə üçün hamının yuxuda olduğu vaxtda gecənin son 3də birində enir? Lakin əgər o dünya səmasında Mərakeşə ensə, Amerikadakılar tanrısız qalacaqlar. Çünki o, bəndələri ilə görüşmək üçün dünya səmasına Mərakeşə enmiş. Amerika ilə Mərakeş arasında da saat fərqi vardır. Mən sadəcə soruşuram. Bu sadəcə bir sualdır. Mən bilirəm ki, sizin etiqadınıza görə kim Allahın hüdudları olduğuna iman gətirməzsə, kafir və müşrikdir. İsbatul həddi lillah. Belə ki, o ərşinin üzərində oturur. Səhifə 42. Allahın hüdudları olduğunu inkar edənin hökmü və əhl-i sünnənin bunda mövqeyi. Bütün bunlar və bunun kimilər hüduda dəlalət edən şahid və dəlillərdir. Kim buna etiraf etməzsə, Allahın nazil etdiyinə küfr etmiş və Allahın ayələrini inkar etmiş olar. Dedim, Dariminin, Allah ona rəhmət eləsin, nəzərində hüdudu inkar etmək, Allahın bəndələri üzərindəki ucalığını və ərşin üzərində oturduğunu inkar etməyə gətirib çıxarır. Bunu inkar etmək bütün müsəlmanların icmasına görə küfürdür. Əddəşli deyir, əhl-i sünnə və müsəlmanların imamları olan hədis əhlindən və alimlərindən elə kəslər vardır ki, etiqad edir və şəhadət verirlər ki, kim Allahın hüdudu yoxdur deyər və bununla onun hər yerdə olduğunu nəzərdə tutarsa, dinindən dönmüş olar. İslam dinindən dönmüş olar və müşriklərlə birgə olar. Allaha və onun ayələrini küfr etmiş olar. Deməli, kim desə ki, Allah hər yerdədir, İslamdan dönmüş olar və müşriklərlə birgə olar. Allaha və onun ayələrinə küfr etmiş olar. Lakin təkcə budur, yenə də var. Siyer-u Əlamun Nübəla kitabı. Müəllif Əz-Zəhəbi. 14-cü cild. Səhifə 373. Hakim deyir, İbn Xuzeymənin belə dediyini eşitdim. Kim iqrar etməsə ki, həqiqətən də Allah ərşinin üzərindədir və 7 səmanın üstündə onun üzərinə istiva edib kafirdir və qanı halaldır. Malı da qənimətdir. Məbadə yeniyetmə oğlanın 7 səmanın üstündə ərşin üzərində istiva etdiyini inkar edəsən. Əks halda sənin qanın və malın halaldır. Təkcə bu deyil.
Həmçinin, kim iqrar etməsə ki, həqiqətən də Allah Taala təəccüblənir və gülür, hər gecə dünya səmasına enir və kim məndən bir şeylər istəsə ona istədiyini əta edərək deyir, zındıqlıq və kafirdir. Tövbəyə məcbur edilməlidir. Əgər tövbə edərsə heç, yox, əgər tövbə etməzsə boynu vurulmalıdır. Ona meyyit namazı qılınmamalıdır və müsəlmanların qəbristanlığında dəfn edilməməlidir. Məbadə, bu yeniyetmə oğlan barəsində bu sifətləri inkar edəsən. Məbadə, onu insana bənzədəsən. Biz bilik ki, o yeniyetmə oğlan bir şəxsdir, lakin insan kimi deyildir. Boyu 60 dirsəkdir, gülür, iti addımlarla yeriyir. Onun barmaqları və yanmış ayaqları var. Lakin bütün bunlar o yeniyetmə oğlanın məqamına layiq olan tərzdədir. Onun kimi bir şey də yoxdur. Həmçinin, iqrar etməlisən ki, həqiqətən də o yeniyetmə oğlan səmada, ərşində əyləşib. Həmin ərşdə yalnız o yeniyetmə oğlanın özü əyləşmir. Əksinə, onunla birgə Səqifənin peyğəmbəri də əyləşir. Məsmul Fətava kitabı. Müəllif İbn Teymiyyə, 4-cü cild, səhifə 374. Deyir: Deməli, məlum oldu ki, Allahın razı qaldığı alimlər və onun əməlləri qəbul olunan övliyaları belə nəql etmişlər ki, həqiqətən də Allah peyğəmbəri Muhammədi sallallahu aleyhi və alihi və səlləm Rəbbi özü ilə birgə ərşdə əyləşdirəcəkdir. Gördüyünüz kimi, kürsü 2 nəfərə yetərlidir. Birincisi, hündürlüyü 60 dirsək olan yeniyetmə oğlana, həmçinin Səqifə əhlinin peyğəmbərinə. O, 2 kürsüdə oturub bir-birləri ilə söhbət edəcək. Bəlkə də Mərakeş çayından da içəcəklər. Gözəl və möhtəşəm. Məlum oldu ki, ərş Rəbbindən böyükdür. Həmçinin bu ərş ilanla sarılmışdır. Məsməül Zəvaid və Mənbəül Fəvaid kitabı. Müəllif Əl-Heysəmi, 8-ci cild. Səhifə 173. Əbullah ibn Əmirdən belə nəql edilir. Həqiqətən də ərş ilanla sarılmışdır. Həqiqətən vəhidə zəncirvari nazil olur. Bunu Ət-Təbərani nəql etmişdir. Raviləri də səhih ravilərdir. Kəsir ibn Əbu Kəsirdən başqa. O isə siqədir. Deməli, yeniyetmə oğlanın ərşi ilanlar sarılmışdır. Həmçinin bu rəvayəti Əlbani də səhih bilmişdir. Əli Əl-Qəffarın Muxtəsər Ulug kitabı. Müəllif Əz-Zəhəbi. Əlbaninin təhqiqatı ilə. Səhifə 126. Abdullah ibn Əmirdən belə nəql edilmişdir. Həqiqətən də ərş ilanla sarılmışdır. Həqiqətən vəhidə zəncirvari nazil olur. Dedim, isnadı həsəndir. Mən bilmirəm, bu ərşdir, yoxsa heyvanat bağçasıdır. Mühüm odur ki, Səqifə əhli etiqad edirlər ki, Rəbləri olan yeniyetmə oğlanı qiyamət günü görəcəklər. Onu müşahidə etdikdən sonra o onların yanına başqa bir surətdə gələcəkdir. Daha birinci surətdə yox. Gəlin birgə baxaq. Filankəsin Səhih Kəza və Kəza kitabı. Müəllif İbn Bərdəzbə, Fars Məcusi. 7438-ci hədis. Əbu Səid Əl-Xudridən belə nəql edilir. Dedim, ey Allahın peyğəmbəri, qiyamət günü Rəbbimizi görəcəyikmi? O dedi, açıq havada günəş və aya baxanda çətinlik çəkirsinizmi? Dedik, xeyr. Dedi, siz də açıq havada o ikisini görməkdə çətinlik çəkmədiyiniz kimi, həmin gün Rəbbinizi görməkdə də çətinlik çəkməyəcəksiniz. Deməli, Səqifə əhli qiyamət günü Rəblərini görəcəklər. O yeniyetmə oğlanı, Dəccala oxşayanı, gözləri ilə görəcəklər. Deməli, onların Rəbləri cisimdir və hüdudu vardır. Göz də yalnız cisim heyətində olanı görür. Nəticədə o yeniyetmənin cismi vardır. Hətta onun cismi o yeniyetmə oğlanın məqamına layiq olsa belə, mühüm odur ki, gözlə görmək tamamladıqda onun cismi və hüdudu olacaq. Mübarək ayə isə deyir, gözlər və onların görmə qabiliyyəti onu dərk etməz və o gözləri və görmələri dərk edər. Ənam surəsi 103. Buna baxmayaraq, Səqifə əhli deyir ki, Rəblərini görəcəklər. Lakin qiyamət günü Rəbləri onlara nə edəcəyinə baxın. Bir carçı belə səslənəcək. Hər bir dəstə ibadət etdiklərinin yanına getsin. Beləliklə də xaç əhli xaçlarına tərəf, bütpərəstlər bütlərinə tərəf, tanrılara ibadət edənlər öz tanrılarına tərəf gedəcəklər. Hətta pis və yaxşı insanlardan Allaha ibadət edənlər və kitab əhlinin qalıqları qalacaqlar. Sonra cəhənnəm gətiriləcək və ilğim kimi görünəcək. Sonra yəhudilərə deyiləcək, kimə ibadət edirdiniz? Onlar deyəcəklər, Allahın oğlu Üzeyrə ibadət edirdik. Onlardan sonra nəsranilər gələcək və onlar da yəhudilərə deyilənlər deyiləcək. Ta ki müsəlmanların növbəsi çatacaq. Hətta pis və yaxşı insanlardan Allaha ibadət edənlər qalacaqlar. Onlara deyiləcək, sizi nə saxladı? Axı cəmaət çıxıb getdi. Onlar deyəcəklər, biz dünyada onlardan ayrıldıq. Və bu gün dünyada onlara ehtiyac duyduğumuzdan daha çox Rəbbimizə ehtiyac duyuruq. Çünki biz bir carçının hər bir dəstə ibadət etdiklərinin yanına getsin deyə səsləndiyini eşitdik. Biz də Rəbbimizi gözləyirik. Deməli, qiyamət günü Səqifə əhli Rəblərini gözləyəcəklər. Rəbləri hələ gəlib çıxmayıb. Heç kim bilmir ki, o hara gedib. O artıq gecikir. Nəticədə Rəblərini görəcəklər. Lakin, deyir, beləliklə də Cabbar onlara tərəf ilk gördükləri surətdən başqa bir surətdə gələcək və belə deyəcək, mənəm sizin Rəbbiniz. Deyəcəklər, sənsən bizim Rəbbimiz. Beləliklə də onunla yalnız peyğəmbərlər danışacaqlar. Deyərlər ki, sənsən bizim Rəbbimiz. Peyğəmbərlər də onunla söhbət edib müzakirələr aparacaqlar. Sən necə bizim Rəbbimiz olursan? O yeniyetmə oğlan da onlara deyər ki, bəli, mənəm sizin Rəbbiniz. Sonra Rəbləri onlara deyəcək, deyər, sizinlə onun arasında tanıdığınız bir nişanə var? Deməli, həmin yeniyetmə oğlan, onlar deyər ki, onu gördüyünüzdə Rəbbiniz olduğunu tanıyacağınız bir əlamət varmı? Onlar da, əlbəttə deyərlər. Deyərlər ki, baldır. Bu zaman o baldırını açacaq. Beləliklə də bütün möminlər, riyakarlıqla və şöhrət üçün Allaha səzdə edənlər səzdə etmək üçün əyiləcəklər. Allahu Əkbər. Bu həmin əlamətdir, yəni baldır, hansı ki ona baldırla öyrətmişdir.
Elə ki, yeniyetmə oğlan köynəyini yuxarı qaldırıb, onlar üçün müqəddəs baldırını açığa çıxaracaq, onu tanıyacaqlar, sonra da ona səcdə edəcəklər. Axır ki, Rəblərinin onlarla oynadığı bu gözəl oyun sona çatacaq. Onları imtahan edəcək. Görsün ki, onu tanıyacaqlar, yoxsa yox. Həmd olsun Allaha ki, onlar onu bu təhlükəli və mühüm əlamətlə tanıyacaqlar. Bu, baldırdır. Maşallah olsun onlara. Budur o tövhid. Gəlin görək Useymin nə deyir, hansı ki, ağıl əhlinə irad bildirir. O kəslərə ki, qiyamət günü Allahın görmək onun cism olmasına dəlalət edir deyirlər. Beləliklə, Useymin deyir. İbn Teymiyənin Şərh-ü Əqidətil Vasiti kitabı, 1-ci cild, səhifə 458. Əqli baxımdan görməyəni inkar edənlərə gəlincə, onlar deyirlər, əgər Allah görünərsə, onun cism olması lazımdır. Cisim də Allaha nisbət verilməz. Çünki bənzətməyə və misal çəkməyə gətirib çıxarır. Onlara cavab, Allahı görmək onun cism olmasına gətirib çıxarırsa, qoy bu belə olsun. Lakin biz yəqinliklə bilirik ki, o yaradılmışların cisminə oxşamır. Deyir ki, əgər Allahı görmək cism olmasına dəlalət edirsə, qoy bu belə olsun. Yəni, qoy cism olsun. Sonra da deyir ki, lakin onun cismi məxluqatın cisminə oxşamır. Yəni, yeniyetmə oğlanın məqamına layiq olan cismdir. Bu da tövhid əhli olan sələfi səqifə əhlinin tövhididir. İndi də gəlin bircə Əhl-i Beytin əleyhissalamın Allah barəsindəki etiqadını oxuyaq. Burada yalnız bir mənbə ilə kifayətlənəcəyəm. Əqaidul İmamiyyə kitabı. Müəllif mərhum Şeyx Muhammed Rıza Müzəffər. Səhifə 70. Allah barəsindəki əqidəmiz. Etiqad edirik ki, həqiqətən də Allah təkdir yeganədir. Heç nə onun kimi deyil. Əzəli və əbədidir. O əvvəldir və sondur. O alimdir, hikmətlidir, adildir, diridir, qadirdir, ehtiyatsızdır, eşidən və görəndir. Məxluqatın vəsf edildikləri ilə vəsf edilməz. O nə cisim, nə də ki surətdir. Nə cövhərdir, nə də ki sifətdir. Onun nə ağırlığı, nə ki yüngüllüyü vardır. Onun nə hərəkəti, nə də ki sükunəti vardır. Onun nə məkanı, nə də ki zamanı vardır. Ona işarə edilməz, necə ki onun oxşarı, bənzəri və ziddi yoxdur. Onun nə arvadı, nə övladı, nə də ki şəriki vardır. Ona tayılacaq kimsə yoxdur. Gözlər və görmək onu dərk etməz. O isə gözləri və görmələri dərk edər. Kim onun məxluqatına bənzədiyini deyərsə, belə ki onun üçün surət, üz, əl, göz təsvir edərsə və ya dünya səmasına endiyini və ya cənnət əhli üçün ay kimi görsənəcəyini və bu kimi şeylər deyərsə, həqiqətən də o ona küfr etmiş məqamındadır və nöqsandan münəzzəh olan yaradanın həqiqətinə cahildir. Budur Əhl-i Beyt əleyhissalamın şiələrinin əqidəsi. Şiə olma nemətinə görə Allaha həmd olsun. Yahudi olan Kəbul Əxbarın ardıcıllarının yeniyetmə oğlan olan tanrısına halal olsun. Esselamu aleykum.